Bitənlər seriyası. İlk növbədə bu Rise Toner çox möhtəşəmdir. Məndə yaratdığı effektləri videonun açıqlamalar hissəsində yazıram ki, burada çox uzun danışmayım və o qədər möhtəşəmdir ki, artıq ikincisini aldım. İkinci növbədə bu şampun mənim kimi qıvırcıq və vız saçlarınız varsa, bir bu şampuna şans verin deyərdim. Bu da bitdi və ikincisini aldım. iHerb-dən aldığım California Gold'un B kompleksi. Hal-hazırda da üzümdə olan Misha'nın bu BB kremi. Təbii ki, yenisini də almışam. Hal-hazırda kipriklərimdə qaynaq var, amma qaynaq olmasa sırf qaynaq görüntüsü verən yeganə maskaram Isadora'nın Big Bold'dur. Bunu da artıq bitirmişəm. Bitirdiyim duş geli Durunun bu okean qoxulu olanı. Bunu bəyəndim, amma hal-hazırda başqa birisini almışam. Saçlarımı ağırlaşdırmadan şəkilləndirmək üçün istifadə etdiyim bu kremdən stoklamışdım. Bir ədəd də almışdım. Amma bilmirəm ki, gələn dəfə alacam ya yox, amma hələ ki işimi yarayır. Morphosun bu keratin kondisionerini çox bəyənmişəm. Artıq su qabı kimi istifadə edirəm. Düzdür, bu dəfə bundan aldım argan yağlı olanı, amma deyərdim ki, bunu daha çox bəyəndim. Garnier'in bu misellar suları illərdir bunlardan istifadə edirəm. Çox bəyənirdim, amma son zamanlar keyfiyyətini heç də bəyənmirəm. Bilmirəm səbəb nədir.